Muheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusifoğlu. Oruc kitabı. Davud əleyhissalamın orucu haqqında gələnlər babı. Bizə Sufyan danışdı dedi. Bizə Amr ibn Dinar danışdı ki, o Amr ibn Əfs Əs-Səqafini eşitmişdir. O deyirdi. Abdullah ibn Amr ibn As-ı eşitdim deyirdi. Rasulullah sallallahu aleyhi və səlləm mənə dedi. Orucun Allaha ən sevimlisi Davudun orucudur. Belə ki, o bir gün oruç tutar, bir gün iftar edərdi. Namazın Allaha ən sevimlisi Davudun namazıdır. Əvvəlcə gecənin yarısını yatar, sonra qalxıb 1/3 namaz qılar, sonra da 6/1 yatardı. Hümeydi 600. Hədisi Hümeydi, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, İbn Xuzeymə, Əbu Avanə və İbn Hibbanı rəvayət etmişdir. Bizə Şubə danışdı dedi, mənə Həbib İbn Əbi Sabit xəbər verdi, dedi. Əbul Abbası eşitdim deyirdi. Abdullah İbn Amr'ı eşitdim deyirdi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Sənin gecələri namaz qılıb gündüzləri oruç tutduğun mənə xəbər verilmədimi? Şübhəsiz ki, əgər sən bunu etsən gözlərin yorulacaq, nəfsin də yorulacaq. Və ya belə dedi, nəfsin daralacaq. Əbədi, ömrü boyu hər gün oruç tutan kimsə oruç tutmamışdır. Sənin tuta biləcəyin oruc hər ayda 3 orucdur. Sənin tuta biləcəyin oruc hər ayda 3 gün orucdur. Bir də dəhr orucudur. Ömür boyu bir gün oruç tutub, bir gün iftar etməkdir. Mən dedim, ya Rasulullah, həqiqətən də mənim bundan daha çoxuna taqətim var. O dedi, o zaman Davud əleyhissalamın orucunu tut. Belə ki, o bir gün oruç tutar, bir gündə iftar edərdi. Və düşmənlə qarşılaşanda qaçmazdı. Təyalisi 2369. Digər bir rəvayətdə bizə Sufyan danışdı dedi, bizə Amr ibn Dinar danışdı dedi, Əbul Abbas Əl-Əmani eşitdim deyirdi, Abdullah ibn Amr'ı eşitdim deyirdi. Rasulullah sallallahu aleyhi və səlləm evimə daxil oldu və dedi, sənin gecələri namaz qılıb, gündüzləri oruç tutduğun mənə xəbər verilmədimi? Mən dedim, həqiqətən də heç şübhə yoxdur ki, mən bunu edirəm. O dedi, belə etmə, çünki həqiqətən də gözlərinin sənin üzərində haqqı vardır. Nəfsinin sənin üzərində haqqı vardır. Əhlinin sənin üzərində haqqı vardır. Şübhəsiz ki, sən bunu etsən gözün yorulacaq, nəfsin aciz qalacaq. Həm namaz qıl, həm də yat, oruç tut, həm də iftar et. Hümeydi 601. Digər bir rəvayətdə bizə Muhammed İbn Cəfər danışdı, bizə Şubə danışdı, Amr İbn Dinardan, Əbul Abbasdan, Abdullah İbn Amr'dan danışırdı, dedi. Rasulullah sallallahu aleyhi və səlləm mənə dedi. Quranı bir aya oxu. Mən dedim, həqiqətən də mən bundan artığına güc yetirirəm. O vaxta qədər tələb etdim ki, axırda Rasulullah sallallahu aleyhi və səlləm dedi, Quranı 5 gündə oxu, hər ayda 3 gün oruç tut. Mən dedim, həqiqətən də mən bundan artığına güc yetirirəm. O dedi, o zaman Allah azze və cəllə ən sevimli olan orucu, Davud aleyhissalamın orucunu tut. O bir gün oruç tutar, bir gün iftar edərdi. Əhməd 6843. Digər bir rəvayətdə bizə Adəm danışdı, bizə Şubə danışdı, bizə Həbib İbn Əbi Sabit danışdı, dedi. Əbul Abbas Əl-Məkkini eşitdim, o şair idi və o hədisində də ittiham edilməyən biri idi, dedi. Abdullah İbn Amr İbn As radiyallahu anhu məni eşitdim, dedi. Nəbi sallallahu aleyhi və səlləm mənə dedi, sən davamlı surətdə ara vermədən oruç tutur, gecələri də davamlı namaz qılırsan, mən bəli dedim. O dedi, şübhəsiz ki, sən belə etsən, gözlərin yorular, görməsi zəifləyər, nəfsin də yorularaq aciz qalar. Dəhr orucu tutan oruç tutmamışdır. Ömür boyu oruç tutmaq. Hər ayda 3 gün oruç tutmaq dəhr orucunun hamısıdır. Yəni, hər ayda 3 gün oruç tutmaq bir ömür boyu oruç tutmağa bərabərdir. Mən dedim, şübhəsiz ki, mənim bundan daha artığına taqətim çatır. O dedi, o zaman Davud aleyhissalamın orucunu tut. O bir gün oruç tutar, bir gün iftar edərdi və düşmənlə qarşılaşanda qaçmazdı. Buxari 1979. Hədisi Hümeydi, Əbu Bakr ibn Əbi Şeybə, Əhməd, Abd ibn Hümeyd, Buxari, Muslim, Nəsai, İbn Macə, Tirmizi və İbn Xuzeymə rəvayət etmişdir. Bizə İbn Muqatil danışdı, bizə Abdullah xəbər verdi, bizə Əvzai xəbər verdi, dedi. Mənə Yahya İbn Əbi Kəsir danışdı, dedi. Mənə Əbu Sələmə İbn Abdurrahman danışdı, dedi. Mənə Abdullah İbn Amr İbn As radiyallahu anhuma danışdı. Rasulullah sallallahu aleyhi və səlləm mənə dedi, ey Abdullah,
Sənin gecələri namaz qılıb gündüzləri oruç tutduğun mənə xəbər verilmədimi? Mən dedim, əksinə ya Rasulullah, sənə xəbər verilmişdir. Rasulullah sallallahu aleyhi və səlləm dedi, belə etmə, hərdən oruç tut, hərdən də iftar et. Bəzən namaz qıl, bəzən də yat. Çünki həqiqətən də bədəninin sənin üzərində haqqı vardır. Həqiqətən gözünün sənin üzərində haqqı vardır. Həqiqətən zövcənin sənin üzərində haqqı vardır. Həqiqətən səni ziyarət edənin, qonağın sənin üzərində haqqı vardır. Həqiqətən də hər ayda 3 gün oruç tutman sənə bəs edər. Həqiqətən də hər salih əməlin müqabilində sənin üçün onun 10 misli savab vardır. Həqiqətən də bu sənin üçün dəhr orucunun tamamıdır. Belə etsən, bütün il boyu oruç tutmuş kimisən. Abdullah İbn Amr dedi, mən dinimdə şiddətlilik etdim, mənim üçün də şiddətli edildi. Mən dedim, ya Rasulullah, həqiqətən mən bundan daha artığını edəcək bir qüvvət sahibiyəm. Rasulullah sallallahu aleyhi və səlləm dedi, o zaman Allahın nəbisi Davud aleyhissalamın orucunu tut və ona heç nə artırma. Mən dedim, Allahın nəbisi Davud aleyhissalamın orucu nə idi? O dedi, dəhrin, ömrün yarısı. Abdullah İbn Amr radiyallahu anhu qocalandan sonra deyirdi, vay mənim halıma, kaş ki Nəbi sallallahu aleyhi və səlləmin rüxsətini qəbul edəydim. Buxari 1975. Hədisə Əhməd, Buxari, Muslim, Nəsai, İbn Xuzeymə, İbn Hibban və Əbu Avanə rəvayət etmişdir. Bizə Musa danışdı, bizə Əbu Avanə danışdı, Muğiradan, Mücahiddən, Abdullah İbn Amrdan dedi. Atam məni nəsəb sahibi, soylu bir qadınla evləndirdi. Atam tez-tez gəlininin yanına gələr, ondan əri, mənim haqqında soruşar. O da ona belə deyərdi, yaxşı kişidir. Lakin mən ona zövcə olaraq gəldiyimdən bəri nə mənimlə bir yatağa baş qoymuş, nə də mənə toxunmuşdur. Bu hal o qədər uzandı ki, axırda atam məsələni Nəbi sallallahu aleyhi və səlləmə zikr etdi. Nəbi sallallahu aleyhi və səlləm ona dedi, qoy oğlun yanıma gəlsin. Bundan sonra onunla görüşdüm və o məndən soruşdu, necə oruç tutursan? Mən hər gün dedim. Sonra yenə mənə dedi, Quranı necə xətm edirsən? Hər gecə dedim. Rasulullah sallallahu aleyhi və səlləm dedi, hər ayda 3 gün oruç tut və Quranı da ayda bir dəfə oxu. Dedim, mənim bundan daha çox ibadət etməyə gücüm çatar. O dedi, hər cümədə, hər həftədə 3 gün oruç tut. Dedim, mənim bundan daha artığına gücüm çatar. Dedi, 2 gün iftar et, 1 gün oruç tut. Dedim, mənim bundan daha artığına gücüm çatar. Dedi, elə isə ən əfsəl orucu, gün aşırı oruç tutan Davudun orucunu tut və hər 7 gecədə, hər həftədə bir dəfə Quranı başdan sonadək oxu. Abdullah İbn Amr sonralar belə deyirdi. Kaş ki Rasulullah sallallahu aleyhi və səlləmin rüxsətini qəbul edəydim. Çünki indi mən artıq qocalıb zəifləmişəm, yaşlaşıb əldən düşmüşəm. Hədisi danışan ravi demişdir. Abdullah İbn Amr özünü yoxlamaq məqsədi ilə gündüzlər Quranın 7də bir hissəsini əzbərdən ailə üzvlərindən birinə danışırdı ki, gecələr onu oxumaq ona yüngül, asan olsun. Oruca gəlincə, o özündə güc toplamaq istədikdə bir neçə gün dalbadal oruç tutmazdı və ya Rasulullah sallallahu aleyhi və səlləmin zamanında etdiyi əməli tərk etməyi şərif gördüyü üçün buraxdığı günləri sayıb sonra həmin günlərin sayı qədər oruç tutardı. Buxari 5052. Hədisə Əhməd, Buxari, Nəsai, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Bizə Əbul Yaman danışdı, bizə Şuayb xəbər verdi dedi. Mənə Səid İbn Musayyab və Əbu Sələmə İbn Abdurrahman xəbər verdi ki, Abdullah İbn Amr dedi. Rasulullah sallallahu aleyhi və səlləmə mənim vallahi heç şübhə yoxdur ki, yaşadıkca nə qədər ki sağam gündüzləri oruç tutacaq, gecələri də namaz qılacaq dediyim xəbər verilmişdi. Bunu deyib demədiyimi məndən soruşduqda ona dedim, atam anam sənə fəda olsun, artıq mən bunu demişəm. Rasulullah sallallahu aleyhi və səlləm dedi, şübhəsiz ki sən bunu bacarmazsan, oruç da tut, iftar da et, namaz da qıl, həmçinin yat da. Hər aydan 3 gününü oruç tut, çünki həqiqətən də hər bir həsənət, salih əməl 10 misli ilədir. Hər salih əmələ görə 10 savab yazılır. Bu dəhr orucu və yaxud bu bir il oruç tutmaq kimidir. Mən dedim, mən bundan daha fəzilətlisinə güc çatdırıram. O dedi, bir gün oruç tut, 2 gün iftar et. Mən dedim,
mən bundan daha fəzilətlisinə güc çatdırıram. O dedi, bir gün oruç tut, bir gün iftar et. Bu, Davud aleyhissalamın orucudur və o, orucların ən əfsəlidir. Mən dedim, mən bundan daha fəzilətlisinə güc çatdırıram. Nəbi sallallahu aleyhi və səlləm dedi, bundan daha fəzilətlisi yoxdur. Buxari 1976. Hədisi Əhməd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Əbu Avənə və İbn Hibban rəvayət etmişdir. Bizə Muhammed İbn Cəfər danışdı, bizə Şubə danışdı, Ziyad İbn Fəyyaddan, Əbu İyadı eşitdim, Abdullah İbn Amrdan danışırdı. Nəbi sallallahu aleyhi və səlləm ona dedi, hər ayda bir gün oruç tut, sənə qalan günlərin əcri vardır. Abdullah İbn Amr dedi, mənim bundan artığını etməyə gücüm çatır. Nəbi sallallahu aleyhi və səlləm dedi, 2 gün oruç tut, sənə qalan günlərin əcri vardır. Dedi, mənim bundan artığını etməyə gücüm çatır. Nəbi sallallahu aleyhi və səlləm dedi, hər aydan 3 gün oruç tut, sənə qalan günlərin əcri vardır dedi. Mənim bundan artığını etməyə gücüm çatır. Nəbi sallallahu aleyhi və səlləm dedi, 4 gün oruç tut, sənə qalan günlərin əcri vardır. Dedi, mənim bundan artığını etməyə gücüm çatır. O zaman Allah yanında ən əfsal olan orucu, Davudun orucunu tut. O bir gün oruç tutar, bir gün iftar edərdi. Əhməd 7098, hədisi təalisi Əhməd, Muslim, Nəsai, İbn Xuzeymə və Əbu Avənə rəvayət etmişdir.